Herkese salamlar. Ben Rəzət müəllimi Qabil Abbasov. Bugün TİM 2025 Rəzət 9 ilə test topluluğunun kvadrat köklər həqqi üstü qüvvət mövzusuna baxacağıq. Gəlin başlayaq birinci sualdan. Birinci sualda bizə deyilir: hansı münasibət doğrudur? Bizə verilir AB kubunun kvadratı bərabərdir nəyə? Bərabərdir A kvadratı B üstü 6. Burada kvadrat olmadığına görə bu səhvdir. B variantında A üstü 8 üstü mənfi 2 verirlər. Bu bizə bərabərdir 1 bölək A üstü 8 üstü 2. Yəni 1 bölək A üstü 16. Bu da səhvdir. Bu bizə verir 15'i. Qüvvətini tapanda vururuq. Əsası eyni olan qüvvətlər vurarkən qüvvət üstləri toplanır. 5'in üstü mənfi 19 gəndə edir mənfi 14. Cavab Y variantı. 2015 ədədi hansı iki adıcı tam ədəd arasında yerləşir? 15 ən kiçik qüvvət olan nəyə yaxındır? 3'ə. Yəni 9 və 16 arasında olduğuna görə 3 və 4 tam ədədlər arasında yerləşir. 27 iki adıcı natural deyilsə 5 və 6. 25'dən böyük, 36'dan kiçik olduğuna görə 5 və 6. 4. Dördüncü sual bizə deyək qiymətini hesablayın. Qiymətini hesablayarkən uşaqlar, sıfırdan bizim belə düsturumuz var. Kök altında C bərabərdir. Kök altında A, vuraq kök altında B, vuraq kök altında C. Ayrı-ayrı yaza bilərik. Bu qaydadan istifadə edərək tapırıq ki, kök altında 0,81 vur kök altında 25 vur kök altında 0,16 bərabərdir. 0,9 vur 5 vur 0,4. Bu bizə verir 2'ni. 10 verir 1,8. Eyni qaydada bunu da yaza bilərik ki, kök altında 50 bölək kök altında 49. Bölmədə də eyni qaydadır. 49'dan 7 çıxır. 50'ni də yaza bilərik 25 vur 2 kimi. Bu da bərabər 5 kökdə 2 vur bölək 7. Bizə verir A variantı. Yox, 5 kökdə 2 D variantı. Bizə verir D variantını. 6. İfadəsinin qiymətini hesablayın. Kök altı 36'dan çıxır 6. 3'ün üstü 6 gəndə 9. Ondan da çıxır 3. 7. sual. 7. sualımız belədir. Bizə verilir 35'in kvadratı çıxaq 28'in kvadratı bərabərdir. Şöyle müxtəsər vurma üstündən istifadə edərək 35 çıxaq 28 bir dəfə fərqini bir dəfə də cəmin hasili kimi yazsaq bərabərdir. 35'dən 28 çıxanda qalır 7. 35'in üstə 28 gələndə bizə verir 70 63. Bu da bərabərdir. 63'ü də uşaqlar 7 vur 9 kimi yazsaq. Bu deyilir kök altında 7'nin kvadratı vur kök altında 9. Kvadratdan kök getdi qaldı 7 vur 3. Bərabərdir 21. Uşaqlar ifadəsini sadələşdirmək. Bax görürsünüz kökün altı eynidir. Dərəcələr də eyni olduğuna görə elə əmsallar toplayacaq. 2'nin üstü 6 gələndə edir 8. Kəsri ixtisar aparın. Bərabərdir 3 vur kök altı 44 4 vur 11 kimi yazanda 4'dən də çıxır 2 2 kökdə 11 9 vur 11 kimi yazanda 9'dan çıxır 3 4 vur 3 vur kökdə 11 11'lər getdi 3'lər getdi qaldı 2'də 1. Bu bizə bərabər kök altında 18 bölək 2 yaz kimi yazsaq edir kökdə 9 bu da bərabərdir 3'ə. Cevabımız 3. Yəni bu düsturdur uşaqlar. Kök altında A bölək kök altında B bərabərdir A bölək B-yə. Və tərsi də doğrudur bunun. 11-ci sual. 7'lər getdi, kötü 7'lər. Elir 3'də 1. On ikinci sual. 12-ci sual bizə deyilir. 4 vur 10 üstü mənfi 3 üstə gələk 2 vur 10 üstü mənfi 1 üstə gələk 5 üstə gələk 3 vur 10 üstü 2 bərabərdir. Şöyle bak buradan
En böyük hansıdır? 10 üstü 2. En kiçik hansıdır? 10 üstü mənfi 3. 10 üstü mənfi 3'ü ortaq vuru çıxarsa qalır 4. Üstə gələk 2 vur 10 üstü müsbət 2. 2 vur 10 üstü 2. Üstə gələk 5. Buna bax bu nəzərdə tutulur. Bax uşaqlar. Üstə gələk eləyir 10 üstü 3 vur 10 üstü müsbət 5. Üstə gələk ayrıca 5. Niyə? Çünki 5'in üstü 5'də 10 olmadığınca ayrıca 5 yazdıq. Bu bizə verir uşaqlar. 10 üstü mənfi 3 vur 4 100 yəni 200 4 üstə gələk 200 üstə gələk eləyir 5 dənə 0 300.000 üstə 5 bərabərdir. Bu bizə verir uşaqlar 300.204 böl 1000 üstə gələk 5. Bu da bərabər. Bax uşaqlar 1, 2, 3. 3 dənə 0 olduğuna görə 1, 2, 3 300 tam 204 üstə gələk 5. 5 tam ədəd olduğuna görə eləyir 305 tam 1000-də 204. Y variantı. Eyni qaydanı 10-cu sual siz yazırsınız. Keçdik 14-cü suala. 14-cü sualımız belədir. Bizə deyir ən böyük ədədi göstərin. Şöyle baxsaq görərik ki 5, 4, 3, 2, 6'dır. Dərəcələri fərqlidir. Şöyle bunu ən gözəli ortaq məxrəc, ortaq dərəcəyə gətirməkdir. Ortaq dərəcəyə gətirəndə uşaqlar 5, 2, 3, 5, 6. Bunlara əkop nədir? 36, 40, 44, 60. 60'ını dərəcə gətirəndə uşaqlar, bu neçə vururuq 12'yə? Yəni 0 üstü 2 12. B variantını yazanda 60'ını da 20'ye vurduğunca 0 üstü 2 20 eləyir 60'da 0 üstü 0,2 üstü 10 60'da 15 və 60'da 30. Ən böyük ədədi göstərin. Bu kökün içindəki ən böyük ədəd hansıdır? 30. Yani Y variantı. Uşaqlar, normalda 0 üstü 30'dur. Müsbət. Amma kökün altında ən kiçikdən ən böyük çıxır da uşaqlar. Tərsi nədir? Doğru cavabımız ən kiçik hansıdır? 10. 10 hansıdır? C variantı. 10 dərəcə qüvvətə yüksəkdir uşaqlar. 15 də 10 kimidir. Eyni qayda ilə yazırsınız. 16 ən kiçik ədədir. Ən kiçikdəsə uşaqlar ən böyüyünü götürürük. Ən böyük ədəd. Kökün altında ortaq dərəcə gətirib ən böyük ədədi götürürük. Eynidir. 18-ci sual. Gələk 18-ci sual. 18-ci sualımız belədir. 4 kökdə 18 çıx kökdə 32 çıx kökdə 8 bərabərdir. Uşaqlar 4 olduğu kimi saxlasaq 18 yaza bilərik 9 vur 2 kimi. Çıx 16 vur 2 kimi. Çıx 4 vur 2 kimi. 8 də yazdıq. 9'dan çıxır 3 3 kökdə 2. Çıxaq 16'dan çıxır 4 4 kökdə 2. Çıx 2'dən çıxır 2 kökdə 2. 12 kökdə 2. 4 kökdə 2, 2 və 2 kökdə 2. Bu ikisini toplamda 6, 12'dən çıxanda eləyir 6 kökdə 2. Cavabımız elədi 6 kökdə 2. Eyni qaydadan 19-cu sual eynidir. Siz yazırsınız. 20-ci sual.
20-ci sualımız belədir. 2 kök 147. 3 kökdə 12 çıx 3 kökdə 27 bərabərdir. 2 vur 147 yazırıq ki 49 vur 3 kimi çıx 3 vur 4 vur 3 kimi çıx 3 vur 9 vur 3 kimi 7 çıx 7 2 vuran deyir 14 kökdə 3 çıx 6 kökdə 3 çıx 9 kökdə 3 bərabərdir. B eləyir 15. 15-dən çıxan deyir mənfi kökdə 3. Cavabımız elədir C variantı. 21-ci sual eyni qaydadadır. Siz yazırsınız. 22-ci sual. Bizə verir A böyüktür 0-da və 3 sual çıxaq 4-ün kök altında A 4-ün qüvvətdir. Bərabərdir. Uşaqlar 3 sayı ilə işimiz yoxdur. Olduğu kimi yazırıq və bundan çıxırıq nəyi? Modulda A-nı. Yəni bizim n kök altında A olarsa, yəni n cüt dərəcə olarsa n bərabərdir 2k. K daxildir n-ə. Olarsa bərabərdir modulda A kimi çıxır. Yox, n tək olarsa, yəni n daxildir 2k plus 1-ə. Olarsa onda elə A kimi çıxır. Mənfidirsə mənfi, müsbətsə müsbət. Modulda A kimi çıxartdıq. Şərtdə bizə deyir A müsbətdir. Müsbət olduğundan elə olduğu kimi çıxardırıq A kimi. Bu bizə verir 2A-nı. A kiçikdir 0 olduğuna görə yazırıq 2A üstə gələk. Modulda A kimi çıxartdıq. Bunu parçaladıq. A-mızı mənfi verdiyinə görə bunu mənfi A kimi çıxartdıq. 2A çıxaraq bərabərdir A-ya. (24, 25) eyni qaydadır. Siz yazırsınız. Keçdik 26-ya. 26-cı sual bizə deyir ki 3 bölək 2 kökdə 3-ü kəsin məxrəcin irrasionallıqdan azad edin. Məxrəci irrasionallıqdan azad edərkən uşaqlar onun qoşmasını vururuq. Həmişə məxrəcin qoşmasına vururuq. Əgər kökdə 3 onun qoşması kökdə 3-ün özüdür uşaqlar. Tam ədədə gətirən kökün dərəcəsidir. Yəni 3 kökdə 3 vur, kökdə 3. Hər tərəf kökdə 3-ə vuranda bərabər 3 kökdə 3 böl 2 vur 3. 3-lər getdi, qaldı. Kökdə 3 bölək 2. B variant. Eyni qaydanın 27-ni siz yazırsınız. Keçdik 28-ci suala. 28-ci sualımız belədir. Bizə verir 9.6 vur 10 üstü mənfi 15 böl 3.2 vur 10 üstü mənfi 18 ifadəsinin qiymətini standart şəkildə göstərin. Uşaqlar, arası bölmə olduğuna görə ayrı-ayrı bölsək, yəni əsasları bir bölsək, eləyir 9.6 böl 3.2 vur 10 üstü mənfi 15 böl 10 üstü mənfi 18 bərabərdir. Bu eləyir 3 vur 10 üstü mənfi 15 böləndə qüvvətlər çıxılır. Mənfi 15-dən mənfi 18 çıxanda qalır onun kubu. 3 vur onun kubu. Eyni qayda 29-cu sual. Siz yazırsınız. Yəni standart şəklə gətirəndə qiymətli hissələri 1 vurursunuz. Qüvvətləri də 1 vurursunuz. Tərtibləri də 1 vurursunuz. Otuzuncu sual. Bizə verir kök altında 16A kvadratı B ifadəsini A kiçik 0 olduqda vurğun kök arasından çıxardın. Şöyle bərabərdir. 16-dan çıxır 4. A-dan çıxır modulda A. Vuraq kök altında B. Olduğu kimi qaldı. A mənfi olduğuna görə moduldan çıxır mənfi. Mənfi 4A kök altında B. Cavabımız oldu D variantı. 31-ci sual. 8-i yazırıq 2-nin kubu. Bu yazırıq ki 2-nin kubu üstü 3'də 2. 5'in kubu 3'də 1. 4'ün kubu 3'də 1 bərabərdir. 3'də getdi, qaldı 2 üstü 2. Üstə gəlib 5 üstü 1. Çıx 4 üstü 1. 2'nin kvadrat 4. 4 üstü 1 4. Bunlar getdi, qaldı 5. Cavabımız oldu 5. Eyni qaydanın 33-cü sual eyni sualdır. Siz yazırsınız. Keçdik 30-cu suala.
bərabərdir. Uşaqlar, bunu yazırıq ki 25 vurdu gəldi 19 çıx. Uşaqlar 362 yazırıq 400 vur 0,9 kimi bərabərdir. 400-dən çıxır 20 eləyir 25 0,9 çıx. Neçə eləyir 20 götdə 0,9 19 bərabər 25-dən 20 çıxanda elədi 5 5 götdə 0,9 yəni 0,9 bərabərdir. Uşaqlar 5 vuraq bunu yazırıq 10,9 bu da bərabərdir. 5 vuraq kötü 9 bölək kötdə 10 bu da bərabərdir. Uşaqlar 15 bölək kötdə 10 93 çıxdı uşaqlar. Kötdə 10 qaldı. Məxrəci yenə irrasional azadlığında yazırıq ki kötdə hər tərəfi kötdə 10'a vururuq. Məxrəc elədi 10. 10'dan 15'də xısa getdi 5'ə. Burada qaldı 2, burada qaldı 3. Eləyir 3 kötdə 10 bölək 2. Bu da bizə verir 1,5 kötdə 10. Cavabımız elədi A variantı. 34'ü yazırıq 2 vur 17 kimi. 17 biri var 2'dən orada oldu. Bir dənə 17 çıxdı. 2 də 8 orada 16. 16'dan da çıxır 4. Bu elədi 68. Eyni qaydanı 2 vur 13 kimi. 13 vur 4. Bu da bizə eləyir 52. 36-cı sual belədir. Hər tərəf vurma olduğundan uşaqlar 9'u 3 üstü mənfi 1'ə vuranda, yəni 3'də 1'ə vuranda bizə verir 9 vur 3'də 1. X'in x üstü 3 üstü 3 üstə gələk mənfi 2 vur y üstü mənfi 2 üstə gələk 3 bərabərdir. Edir 3 x y. Cavabımız oldu B variantı. Eyni qaydadır, eyni tip məsələdir. Siz yazırsınız. 38-ci sualımız belədir. Vurma olduğuna görə bu bizə verir A üstü mənfi 5. A üstü mənfi 6 bölmə olduğuna görə mənfi 6'dan mənfi 5 çıxanda bizə verirdi A üstü mənfi 1. Bu da bizə verir 1 bölək A. Bizdən A'nı soruşduğuna görə bunu da tərs eləyir 3. Eyni qaydadır. 39'u da siz yazırsınız. 40-cı sual. İfadəsinin qiymətini tapın. Uşaqlar, bizim qaydamız nədir? Cüt dərəcə olanda bərabərdir modulca mənfi 3. Mənfi 3 də moduldan çıxır müsbət 3. Cavabımız nədir? D variantı. Moduldan çıxartdığımıza görə. Eyni qaydada moduldan bərabərdir mənfi 5. Moduldan müsbət çıxdığına görə bilir müsbət 5. Cavabımız C variantı. Tək dərəcədə fərqi yoxdur. Tək dərəcədə ilə mənfi 11 kimi çıxdı. Tək dərəcədə mənfidirsə mənfi, müsbətsə müsbət çıxır. 43'də bu bizə verir 8'dən kökün dərəcəsi get. Bu da qaldı 4. Eləyir 2 üstü 4. Bölək 32. 2 üstü 4'ümüz eləyir 16. Eləyir 32. Eləyir 2'də 1. Bu bizə verir 4'dən kökün dərəcəsi get. Qaldı burada 2. 3'ün kvadratı böl 18. Bu da bərabərdir 2'də 1. Eyni qaydanın 45 yenidir. Siz yazırsınız. 46-cı sual. 46-cı sualımız belədir. Bu bizə verir 2 üstü 4 üstü 4. Bu verir 3 üstü 4 üstü. Bu da verir 2'nin kvadratı nə? Uşaqlar 2 üstü 4 üstü 4'də 1 eləyir 2. 4'də geti qaldı 2. A'mız yemək 2'dir. B'miz nədir? 3'dür. C'miz nədir? Kvadratda getdi 2 ilə. Qaldı 2'nin kubu. 2'nin kubu da bizə verir 8. En büyük hansıdır? C. Ondan sonra B. Ondan sonra A. A, B, C. B variantı. Eyni tip məsələdir 47. Siz yazırsınız. Keçdik 48-ci suala. 48-ci sualımız belədir. Bizə verir ki, bərabərliklərdən hansı doğrudur? Uşaqlar, cüt dərəcə olduğuna görə molda çıxır deyinə, molda mənfunda deyilir müsbət 4. Elə 48-ci sual A variantı doğrudur.
Tək dərəcə olduğuna görə mənfidirsə mənfi çıxır. Yəni burada müsbət veriblər. Bundan çıxır 2, bundan çıxır 7. Vuranda edir 14, 16 veriblər. 49-dan çıxır 7, 4-dən çıxır 2, 7 2 böləndə 3,5. Bu da səhvdir. 3-cü dərəcədən 8-dən çıxır 2, bundan çıxır 3. Vuranda edir 6. Bu da səhvdir. Doğru cavab A variantı idi. 49-cu sual eynidir. Bunu özünüz tapırsınız. 50-ci sual. Yəni bizə bunu verir uşaqlar. Kök altında A kubu bölək kök altında A üstü 4. Bu bərabərdir. Bunu belə də yaza bilərik uşaqlar. A kubu bölək kök altında A üstü 4. Kəsr kimi də yaza bilərik. Bunu da bir kəsrdə yazanda 1 A kubu bölək A üstü 4. Bu da bərabərdir. 1 bölək A. Cavabımız yerdir 1 bölək A. Bu da bizə verir 1 bölək kök altında A. Cavab 50 A variantı. 51-ci sual eyni qaydadır. Siz yazırsınız. 52-ci sual deyir. A kiçik 0 olduqda hansı ifadənin mənası var? Uşaqlar, cüt dərəcənin altı kök mənfi ola bilməz. Yəni kök altında mənfi ədəd ola bilməz. A variantı getdi. Elir mənfi 2. Mənfini 2-ni mənfiyə vuranda elir müsbət. Bunun mənası var. Mənfinin kvadratı müsbət edir. Müsbəti mənfiyə vuranda edir mənfi. Kökün altı mənfi olmaz. Bu da getdi. Mənfi ədədin kubu mənfi edir. Kökün altı mənfi olmaz. Bu da getdi. Müsbəti mənfiyə vuranda mənfi. Bu da getdi. Doğru cavab B variantı. Eyni qayda ilə 53-cü sual baxaq. Mənfi olduğuna görə müsbəti mənfiyə vuranda mənfi. Mənası var deyir. Bunun mənası yoxdur. Müsbətin mənfinin kvadratı müsbət. Qalanında mənfi olduğuna görə elədir mənfi. Bunun mənası yoxdur. Mənfini mənfiyə vuranda elədir müsbət. Bunun mənası var. Bunun mənası yoxdur. Bunun mənası yoxdur. Eyni qaydada yazılır. Bir kökün altında yazanda 5 vur 12 böl 20 bərabərdir. Kök altında 60 bölək 20. Bu da bərabər kökdə 3-ə. Cavabımız elədir kökdə 3. Eyni sualdır. Siz yazırsınız. 56-cı sual. 56-cı sualımız belədir. İfadəsinin qiymətini çıxır. Bundan çıxır 4. 4 4 vuranda 16. Bundan çıxır yenə 4. Eyni qədər 3. 3 3 vuranda 9. 9-dan çıxır 3. Kökdə 2, kökdə 5 vuranda deyirik kökdə 10. Kökdə 10'u kökdə 10'a vuranda müsbət 10. 3'ü 4'e vuranda 12. Cavabımız 120. A variantı. 59-cu sual eyni qaydadır. Siz yazırsınız. 60-cı sualımız belədir. A'nın hansı qiymətlərində kök altında mənfi A kub ifadəsinin mənası var? Uşaqlar, bax kökün altı, kökün dərəcəsi 2, yəni cüt dərəcə olduğundan deməli kökün altı müsbət olmalıdır. A kiçikdir 0 olanda, kiçik bərabər 0 olanda bizə nə verir? Yəni 0 olanda elə 0 verir. 0-dan kök çıxır düzdür. Mənfi verəndə mənfi üstü tək dərəcə edir mənfi. Mənfi mənfiyə vuranda elədir müsbət. Deməli bu ödül C variantıymış. 1 olanda mənfi 1-dən kök çıxmır. Müsbət olanda elə mənfi eləyirdən çıxmır. Yenə bu müsbətdir. Bu da müsbət. Hamısı müsbət eləyir. A'nın hansı qiymətlərində ifadəsinin mənası var? Yenə eyni qayda tək dərəcə olduğuna görə müsbəti götürəcəyik. Yəni mənfini. A'nın mənfi qiymətlərində mənası var. Bu müsbətdir. Getdi. Bu da müsbətdir. Bu da müsbətdir. Bu da müsbət. Doğru cavab oldu D variantı. 62-ci sual. 49 eyni olduğuna görə kök altında 49 ortaq vur çıxardanda qalı kökü 87 üstə gələk 0,87 üstə gələk 0,82. Bu bizə verir 1,69. Bu da bərabərdir. 49'dan çıxır 7. Bundan çıxır 1,3. Bu bizə verir 9,1. Eyni qaydada 63-cü sual siz yazırsınız. 64-cü sual. Bu dövr olduğuna görə elir 9'da 4. 9'dan 4'ten çıxır 3'də 2 çıx 3'də 1. Bərabər cavab 3'də 1. 65-ci sual. Eyni qaydadır. Toplanmasını verilər. Siz yazırsınız. Bunu yazanda elir kök canında 6,3 vur 1,7'də 3 bərabərdir. Uşaqlar, ayrı olunca bunu bir kökdə yaza bilərik. Bəxlə qayda dedik. Onu şərt əsasən bərabərdir. 6,3 vur 7'də 10.
bərabərdir. Bu bizə verir 63 bölü 7. Bu da bərabər kökdə 9. Ondan çıxır 3. Cavabımız elədi 3. Bunu 67-ci sual eyni qaydadır. Siz yazırsınız. 68-ci sual. 9-dan çıxır 3. Yerinə qoysaq 7-dən 3 çıxanda yeri 4. Bu kökdən çıxır 4-dən çıxır 2. 47-dən üstə 2 gəlir yeri 49. 49-dan da çıxır 7. Eyni qayda ilə siz yazırsınız. Ardıcıl həll edərək. Sağdan sola doğru. Mənfi ədədi tapın. Kökdə 14 yerləşir 3-dən 4 arasında. Elə 3 tam nə qədər? 4-dən də 3 tam nə qədər çıxanda elə 0 tam nə qədər müsbətdir. Bu müsbət. Buna çıxır 1 tam nə qədər? Bu da müsbət. Bu elə 9. 9 geri bu kökdə 9. 9 11-dən kiçik olduğuna görə demə mənfi elə budur. 1 kökdə 25. 25 24-dən böyüdən olacaq. Bu müsbət. 1 kökdə 8. 8 altdan böyük olacaq. Bu da müsbət. Müsbət ədəd tapın. 1 kökdə 9. 7 9-dan kiçik olacaq. Bu elə mənfi. 7-nin kvadratı 49. Kökdə 49. Kökdə 50. 50-dən kiçik olacaq. Bu da mənfi. 4 bu da mənfi. 36 35 böyük olunca demək D variantı. Bu elə 4 bu da mənfi. 72-ci sual. Uşaqlar, yəni A üstündə mənfiyin yazırıq bir bölək A üstü n kimi. 72-yə baxanda belə yazırıq. Yəni 2 üstü mənfi 2 olduğu kimi saxlasaq, bu bizə verir 2 üstü mənfi 12. Dedik qüvvətin qüvvəti olanda vururuq qüvvətləri. Mənfi 14. Bu bərabər 2 üstündə vurma olduğunca topladıq, eləyir mənfi 14. 2 üstü mənfi 14 olduğunca eləyir. Bunu eyni olunca cavab elədi 1. Nisbətimiz elədi 1. Eyni qaydadır. Siz yazırsınız. Mənfi olduğuna görə cüt dərəcədir. DNA eləyir 1,4. A üstündə 11. A üstü 11 mənfi olduğuna görə mənfi edince mənfi edir. Mənfi 1,4 A üstündə 11. 74 C variantı. 75 eyni qaydadır. Siz yazırsınız. 76-cı sual. Qüvvətin qüvvəti olanda dedik vururuq. 3-də 4 vur 5-də 3-ə. 10 vur təzədən x üstü 5-də 3. Yəni mənfiyə. Bərabərdir. 3-də getdi qaldı 5-də 4. Vur x üstü mənfi 5-də 3. Bərabərdir. Əsaslar eyni olduğuna görə əsaslar olduğu kimi qalır. Qüvvətlər toplanılır. Bərabərdir. Bu edir x üstü 5-də 4 çıxar 3 edir 1. X üstü 5'də 1 D variantı. 64'ten çıxır 8. 3 8 vuranda elədi 24. Çıx 10. Üstəgə 10. Onlar getdi qaldı 24. 9 çıxır. 4 çıxır. 11 çıxır. Bu bizə verir 18 üstəgə 12 çıx 11 bərabərdir 19'a. Tək dərəcə olduğundan erir mənfi 6. Cüt dərəcə olduğundan müsbət 7. Kvadrat çıxmadan görə çarx. Cüt dərəcə olduğundan erir mənfi 3'ün kvadratı erir müsbət 9. Çarx 9. Bu bizə verir 15 mənfi 22. Cavabımız edir mənfi 22. 8 2 8'e vuranda 16. 16'dan çıxır 4. 80 A variantı. 81-ci sualımız belədir. Vurma olduğuna görə topladıq. Atdı 5. Çıxma mənfi deyəni elə çıxaq. 3'də 1. Bölmə deyəni çıxırıq. 4'də 3'ü. Bərabərdir. X üstü. Əkob edir 12. 10 çıx. 4 çıx. 9. Bu bizə verir mənfi 12'də 3. Elir 4 üstə 9 yəni 13. 13'dən 10 çıxanda 3. Mənfi olduğunca elir mənfi 3. Bu deyir mənfi 4'də 1. X üstü mənfi 4'də 1. A variantı.
İfadəsi mənasında müxtəsər matematikasında birincinin kvadrati 4 vur 3, üstə gələ ikincinin kvadratı 3, 9 vur 5, çıxma olduğuna görə çıxaq, 2 vur 2 kökdə 3, vur 3 kökdə 5 bərabərdir. 12, 45 eləyir 57, üstə gələk 4, 4 3 12, 12 kökdə 15. D variantı. 83. İfadəsinin qiymətini tapır. Cüt dərəcə olduğuna çıxır müsbət 17, çıx 15, üstə gəlir 7. 2 eləyir 9. 83 A variantı. 84. 4'ü 7'de vuranda 28. Vuraq. 2 kötü sonunda kötü 6. Kötü 6 kötü 6 sonunda 6. Bu bize verir 48. 6 2'ye vuranda 12. 4 yada 168. 84 C variantı. 85. sual. Bu bizden çıxır 3. 3 oranı 9. 25'ten 9 çıxanda 16. 16'dan çıxır 4. Müsbət 15, müsbət 13 cüt dərəcə olduğundan. Çıxaq 17. 32'den 10 çıxanda edir 19. Hey, 15'in üstü 13'den 28. 28'den 17 çıxanda 11 edir. 30 yazıram mən toplamda. 15 üstə girək 13, çıx 17. 28, 28'den 17 çıxanda 11. Y variantı. Uşaqlar, 87-ci sualımız belədir. 18 böl 2 kökdə 5 çıx kökdə 2 bərabərdir. 18 uşaqlar, məxrəci ilə sol üzərində qoşmasına vuruq. Çıxmanki olur toplama, toplamanki olur müsbət. Bu da A kvadrat çıxıb B kvadratın açılışı olduğuna görə birincinin kvadratı 20. 20'den çıxanda qalır 18. Getdi qaldı 2 kökdə 5. Üstə gələk kökdə 2. Otuz hansı iki adıcı tam ədəd arasında yerləşir? 25 ilə 36 arasında yerləşinə görə elir 5, 6. 13, 9 və 16 olduğuna görə elir 3, 4. Hansı ifadənin mənası yoxdur? Bunun mənası var, tək dərəcədir. Tək dərəcə olduğuna görə bunun da mənası var. Cüt dərəcə olduğuna görə kökün dərəcəsi mənfi, ədədin üstün mənfi qüvvəti edir mənfi. Bunun mənası yoxdur. Cüt dərəcədə mənfi olmur. Demək, bunun mənası yoxdur. Bunun mənası var, bunun mənası var. 91-ci sual. 91-ci sualımız belədir. Deyək 4'də 3 M mənfi olduğuna görə uşaqlar hamısını tərsinə götürürük. 3'də 4 M kvadratı 1 bölək N vur P kubu. Yəni 4M kvadratı P kubu bölək 3N. 4M kvadratı P kubu bölək 3N. Bunu vuranda uşaqlar açırıq. Kökdə 15'i 92-ci sual. Kökdə 5'i vuranda eləyir kökdə 75. Üstə gəl kökdə 30. Çıx kökdə 30. Üstə gəl kökdə 12 bərabərdir. 30'da bir müsbət bir mənfi getdi. Bunu yazıq 25 vur 3 kimi. Eləyir 5 kökdə 3. Üstə gələk 2 kökdə 3. Bu deyir 7 kökdə 3. Eyni sualdır. Siz yazırsınız. Dördüncü sual. 94-cü sualımız belədir. 4,2 A üstü 7 vur. Mənfi üstü mənfi qüvvət. Yəni bu bizə verir 1 bölək mənfi üstü B üstü 13.
vur 42'də 10 3 dərəcə. A üstü -6 vur B üstü 12. Bu da bərabərdir. 4/2 10'a vuran deyirik 42. 42'ye bölündə 7. Burada mənfi olduğuna görə mənfi ədədin tək dərəcədə qüvvəti edir mənfi. Mənfi qabaq verəndə A üstü 7'nin üstə A üstü -6 gələndə edir A bölək B. 12 13'ün onu çıxırıq. Mənfi A bölək B. 95 eyni tip məsələdir. Siz yazırsınız. 96-cı sualımız belədir. Eyni qaydadır. Gəlin birinci yazaq. Bu bizə verir 8/4 A üstü -5 vur -B üstü 17 vur 84'də 10 A üstü 6 B üstü -16. Bu bizə verir 7. Tək dərəcə olduğuna görə eləyir. Bax A üstü -5 A üstü 6 əsasda eləyən olduğunu vuranda eləyir toplanır. Eləyir A mənfini qabağa verək tək dərəcə olduğuna görə B üstü 17 B üstü -16 elədi B. A vuraq B mənfi A vuraq B. Eyni qaydadır. Buna aid bir də misal almışız. Siz yazırsınız. Bu da eyni tip məsələdir. Siz yazırsınız. Qoşmadıda bax uşaqlar bu. 3'ün kvadratı çıx kökdə 17'nin kvadratı bərabər 9 çıx 17 bərabər -8'ə. 99. Bunun qoşmasına deyilir plusu 3 üstəcək kökdə 2 9'dan 4 çıxanda 5. Böyle 9'dan 2 çıxanda 9'dan 2 çıxanda edir 7. 7'də 9 silir. Cavabımız yeri 7'də 9 silir 3 kökdə 2 B variantı. Yəni 9 belədir də uşaqlar. Hər tərəfi 3 plus 3 plus kökdə 2'yə vuranda elir 9 çıxar 2 qalır məxrəc. Elir 7 vuranda 9 silir 3 kökdə 2. 100-cü sual eynidir. Siz yazırsınız. Keçdik 101-ci suala. Uşaqlar baxın fikir versəniz dərəcəsi nədir? 5. 5 olduğuna görə iplik kökün altına yaza bilərik. 101-ci sual. Eli 5-ci dərəcədən bu burax bunu. Minus vur plusunu. Bu nə açılışda kvadrat çıxaq B kvadrat. Yəni 3'ün kvadratı çıxaq 2 kökdə 2'nin kvadratına bərabərdir. 5'in dərəcədən 3'ün kvadratı 9. 4 vur 2 kimi. Bu da 5'in dərəcədən 1. Bu da elədi 1. Cavabımız elədi 1. Bax eyni qaydadadır. Siz yazırsınız. Keçdik 103-cü suala. 103-cü sual deyilir. Bizə şərt verir. X böyütü 0, y kiçikdir 0'dan. Bizdən istəyir 75 x kubu y üstü 6 ifadəsinin vuruğunun kök şərəsinin altından çıxarın. Bərabərdir. 75'i ayrı-ayrı köklərdə yazsaq. Belə düsturumuz var da ayrı-ayrı köklərdə yazırıq. Bərabərdir. 25 75 sıfırlıq 25 vur 3 kimi. Bu eləyir 5 kökdə 3. Bundan bir dənə x kvadratı vur x kimi yazsaq, bunu da y kubunun kvadrat deməkdir uşaqlar. Bərabər. Bu bizə verir nəyi? Modulda x vur kök altında x. Vur nə? Modulda y kubu. Bərabərdir. Uşaqlar, y nədir? Mənfi. Buna çıxır mənfi. 5 kökdə 3. X nədir? Müsbət. Elə olduğu kimi çıxır. Bu mənfi olduğunu verir. Mənfi qabağa versək, elir y kubu. Cavabımız nə oldu? Mənfi. Bunu da belə sadələşdirək də uşaqlar. Mənfi 5 x y kubu kökdə 3 x. Baxa görə hansı variantdır? C variantı.
104-cü sual. 104-cü sualımız belədir. Mötərizədə olduğuna görə, kvadrat olduğuna görə elə 0-dan %4 müsbət edir. Çıxaq modulda mənfi 0,2. Bu bizə verir 0-dan %4 çıx 0,2. Bu da bərabərdir mənfi 0-dan %16. Cavabımız elədir C variantı. Eyni qaydada siz yazırsınız. 106-cı sual. 81'i yazırıq 106. 81'i yazırıq 3 üstü 4. Üstü 4'də 1. Çıx. Bu bizə verir 27. 27 nədir? 3'ün kubu. Yəni 3 üstü 2'də 3. Vur 3 üstü 2'də 1. Bərabərdir. 4'də getdi qaldı 3. Çıxaq. Toplayan deyir 2'də 4. O da 2'yi erir 3'ün kvadratı. Bərabərdir 3 çıxaq 9. Bu da bərabərdir mənfi 6'ya. Eyni sualdır. Siz yazırsınız. Keçdik 108. 108-ci sual bizə deyilir. Kök altında A çıxaq kök altında B bərabər 5,6. A çıxaq B bərabərdir 36,4 olarsa kökdə A üstə gələk kökdə B-ni tapın. Şöyle ilk olarak bak bundan istifadə edərək bunu hesablayaq. Uşaqlar bax A çıxaq B bizə bunu verir, bunu soruşur. Bu necə yaza bilərik? Kökdə A-nın kvadrat kimi yaza bilərik də. Bu da bərabərdir 36'dan %4. Onda 4. Bunu da açarıq. Kökdə A çıxaq kökdə B. Kökdə A üstə gələk kökdə B. Müxtəsər rumat üstü kimi açdıq. Minusu verib nə? 5,6. Plusu nə olur onda? 36,4 böl 5,6. Bu da bərabərdir neçəyə? Bunu yazırıq. 10'da 364 böl 10'da 56. Bu da bərabərdir. 10'da 364 vur 56'da 10. Onlar getdi. 364 böl 56. Eləyir 6 tam 360 deyir 6 tam 36 336 64'ten 36 çıxanda qalır 28. 56'da 28. Bu deyir 2'də 1. Bu da bərabərdir 6 tam 2'də 1. O deyir 6 tamında 5. Cavabımız elə də 6 tamında 5. 109'cu sual. M verib plusunu M ilə soruşur. Uşaqlar, bax diqqətlə qulaq asın. Minusunu verib plusunu soruşur. Tutaq ki, bax diqqətlə qulaq asın. Kök altında 7, çıx kökdə 6 bərabər M veriblər. 109-cu sual. Bizdən də kök altında 7, üstəcə kök altında 6 bərabərdir x soruşur. Bizdən x-i nəzərə soruşur, x soruşur. Bunu soruşur da. Biz bunu hər tərəfi vursaq bunları bizə verir. Kök altında 7'nin kvadratı çıx kök altında 6'nın kvadratı bərabər m vur x kimi. Yəni 7 çıxaq 6 bərabər m vur x. X də bərabərdir. Bu edir 1. 1 bölək m. Ne oldu? Bak minus olanda plusunu soruşanda nə idi? Qoşmaq, tərs, bir-birinin tərsiymiş. 1 bölək m. Yadınıza saxlayın. Onu da ispat elədik. Bunun cavabı nə oldu? 1 bölək m. Bu kök kərəsinin altına salın.
Şöyle məxrəcə baxsaq 2x-dir. Qavana mənfi işarəsini yazsaq, qavana mənfi açsaq və 2-x kimi yazsaq, kök altında bizə verir x kvadrat üstə girək 2-x-in kubu. Kökün altını dəyişə bilmirik də. Kökün əvvəldən dəyişək, işarəsini dəyişək. Elir mənfi 2-x-in kvadratı, kökün altına sırandı kvadrat üstəldib, kökün altına salıb. Vuruq x kvadratı üstə girək 2 böl 2-x-in kubu. Kvadratla kubun ikisi getdi, qaldı bir dənə. Elir mənfi x kvadrat üstə girək 2 böl 2-x-ə. Cavabımız elədir A variantı. Eyni qayda ilə 112-ni siz yazırsınız. Keçdik 113-cü sual. 113 sualımız belədir. Hər tərəfdən kökdə altını çıxarsaq, buradan kökdə altını çıxardanda qalır 1, burada qalır kökdə 2, burada qalır kökdə 3. Eyni qaydada burada kökdə 2'yi çıxarsaq, qalır 1, kökdə 3, üstəgələk kökdə 2. Eyni olduğuna görə bunlar getdi. Kökdə 6 da kökdə 2 bölünüb qaldı kökdə 3. 114-cü sual eyni tip məsələdir. Siz yazırsınız. 115. Nələri kvadrata düzəldirik. Bu bizə verir 9 vur 2 kimi. Üstə girək 7, üstə girək. Birinci, ikinci asının kimisi. Yəni 6 kökdə 14, üstə girək. 9 vur 14. Çıx. Üstə girək 1, çıx. Birinci, ikinci asının kimisi. 6 kökdə 14 bərabərdir. Müsbət mənfi getdi. Elir 25. Üstə bir gəlir 26. Üstə girək 126. Bu bizə verir 152-ni. Eyni tip məsələdir. Siz yazırsınız. 117-ci sual. A böyükdür 0-dan, B kiçikdir 0-dan. Bunları açanda verir 3 modulda B'nin kubu böl modulda A. A'mız müsbət olduğuna görə A olduğu kimi çıxdı. B'miz mənfi deyinə. Buradan çıxır mənfi 3B kubu. 118 tip eyni məsələdir. Siz yazırsınız. 19. Şöyle bax diqqətlə qulaq asın. Kökdə 15 çıxart 4. 4 necədir? Kökün altı mənfi olmur da uşaqlar. Kökdən mənfi çıxmır deyinə. Diqqətlə kökdə mənfi. Bu eləyir uşaqlar nə? Bax modulda çıxır da uşaqlar. Modulda kökdə 1 4. İndi qulaq asın. Modulun xassəsi nədir? Modulda mənfi çıxmadığına görə 15 4'ün kvadratını verir 16. 16'dan kiçik olduğuna görə bunun tərsinə çıxardırıq. 4 çıxar kökdə 15. Cavabımız elədir B variantı. Bax eyni tip məsələdir. Siz yazırsınız. 121-ci sual. Bunu 100 vur 0.6 kimi yazanda bizə verir 30. Buna bir dənə misal yazmışdı. Çıx 10 0 %6 10'da 6. Biri 20 tam %6 bərabərdir. 20 vur 10 bərabərdir. Hər tərəfi kökdə 10'a vuranda bizə verir 20 vur kökdə 60 böl 10. Elir ki kökdə 60. Bu da bərabərdir. Bunu da yazırıq 4 vur 15 kimi. Bu deyilir 4 kökdə 15. Qəşəng sualdır.
122-ci sualımız belədir. Bizə verir 27 üstü 2-də 1. Bax uşaqlar. Bu nə deməkdir? 10-da 12. İxtisar gedir nəyə? 2-yə. Eləyir 5-də 6. 3-ün kubu üstü 5-də 6. Vur 2 üstündə eləyir. Bu da 5'də 6. 5'də 6 eləmir uşaq. Bu eləyir 10'da 6. 2 yaxsa gedir qalır 5'də 3. Bu bizə verdi 3 üstü. Eyni olduğuna görə eləyir 5'də 3. Vur 2 üstündə 5'də 1. Bərabərdir. Eləcə 3 üstü 5'də 18. Bölmə olduğuna görə çıxırıq. 5'də 3'ü vururuq. 3'ün qüvvətini yazdıq. Keçdik 2'yə. 2'də də bölmə olduğuna görə çıxırıq. Vururuq 2 üstündə 5'də 3. Çıx 5'də 1. Bərabərdir. Bu bizə verir 3 üstü 5'də 18 sonra verir 15. Vur 2 üstündə 5'də 2. Bərabərdir. Bu bizə verdi 3'ün üstü 3 vur 2 üstü 5'də 2 bərabərdir. Qoca düzümü tap. Uşaqlar. Bax, cavabımız nədir? Kökünü tapırıq. Amma nədir? Həqiqətən. Yuxarı bax, yuxarı hesablamaq səhv eləmişik. Fikir versiniz, burada nədir? 4. Biz nə yazmışıq? 2. Yəni bu 2'nin kvadratı üstü budur. Bu bizə verir 5'də 6 çıx 5'də 1. Eləyir 5'də 5. Bu da eləyir 3 üstü 3 vur 2 üstü 1. Bərabərdir. 27 vur 2. Elədi 54. Cavabımız elədi 54. Uşaqlar diqqətli olmaq lazımdır. 123-cü sual. 123-cü sualımız belədir. 4-cü cəzənin kök altında 16 A üstündə 6 vur B üstündə 6 ifadəsində A kiçikdir 0, B böyükdür 0 oldu, vuruq kök altından çıxarın. Uşaqlar 16'da nə çıxır? 2. Cüt dərəcə olduğundan. 2 üstü 4 deməkdir. A üstü 6'nı yaza bilərik. Modulda A, modulda B. 6 olduğuna görə vuraq. A kvadrat vur B kvadrat. Yazdı da bunlar uşaqlar. Bizdən A-na mənfi verib, B-ni müsbət. Mənfi olduğuna görə mənfi 2A, B müsbət olduğuna verir B. Qaldı A kvadratı, B kvadratı. Cavabımız nə elədi? Mənfi 2A, B 4-cü dərəcədən A kvadratı, B kvadratı. Bax uşaqlar. Variantlara baxsınız, fikir versiniz. Cavabımız nədir? Yoxdur. Nə harflər? 2 ilə 4-cü dərəcədən ixtisar aparırlar. Qalıb 2AB kök altında AB. A variantı. Keçdik 124-cü suala. Bu bizə verir 3. Bu bizə verdi 3. Modulda mənfi 3 çıxır. Mənfi 3 deyilir, müsbət 3. Bu bizə verdi 9. Bu bizə verdi mənfi 27. 6 mənfi 3. Mənfi 3 27 deyilir, mənfi 30. En qadın 125'i siz yazırsınız. 126-cı sual. 126-cı sualımız belədir. Uşaqlar, bu eləyir 3 üstü kvadratı üstü 2'də 1. Üstə gələk. Bu eləyir 0,5'in kvadratı üstü mənfi 1. Üstə gələk. Bu eləyir 2 üstündə 5 0,6 bərabərdir. 2'lər getdi qaldı 3. Bu eləyir 0,5 üstü mənfi 2. Üstə gələk. 5 0,6 vuranda elədi 3. Bərabərdir. 3 üstə gələk 8. Üstə gələk budur 8.
Bu bizə verir 2-də 1 üstü mənfi 2. Elir 11. Mənfi olacaq tərsinə, yəni 2 üstü 2 kimi baxsaq. Elir 11 üstə gəlir 4 bərabər 15. İfadəsinin qiymətini hesablayın. Bu bizə verir 2 üstü 6. Bu necə yaza bilərik uşaqlar? Kökdə 2 vur 4-cü dərəcədən kökdə 64. Bu da bərabərdir. Eyni dərəcə gətirəndə bu eyni dərəcə gətirəndə hətta kvadrata yüksəltdə 2-yə vurduq. Verir 2-nin kvadratı. Vur 4-cü dərəcədən 64. Bu da bərabər 4-cü dərəcədən 4 vur 64. Eyni dərəcə olduğuna görə bir kökün altına yazdıq. Bu da eləyir 256 4-cü dərəcədən. Bu da bərabərdir neçəyə? Uşaqlar 256 nəyin kvadratıdır? 16-nın. 16 nəyin kvadratıdır? 4. Yəni 4 üstü 4 deməkdir. Bu da eləyir 4. Cavabımız çıxdı 4. Eyni qayda ilə 128. Eləyir 729. 729 nəyindir? 8, 9-un kubu deməkdir. Cavab 9. Bu eləyir müsbət 24. Çıxaq 18. Bu eləyir 6. 130-cu sual. 130-cu sualımız belədir. A bölək B bərabər 4-də 1-ə. Bizdən soruşur kök altında A üstə gələk 2B. Çıx kök altında B çıxaq 3A. Eləyir 4A üstə gələk 3B. Üstə gələk 13A çıxaq B. Bərabərdir. Uşaqlar, bax, fikir versəniz, buradan A-ya K desək, B-yə 4K desək, yeni qov hesablasaq, bizə verir A, K üstə gələk 8K, 4-ü 2 vurdu 8, çıx, 4K çıx, 3K, 4K üstə gələk 12K, üstə gələk 13K çıx 4K bərabərdir. Elir 9K. 9-dan çıxır 3 kök altında K. Çıx kök altında K bir yerdə. 16 çıxır. Elir 4 kökdə K. Üstə gələk 9 elir 3 kökdə K. Bu bizə verir 2 kökdə K-nı. Məxrəc bizə verir 7 kökdə K-nı. K-lar getdi. Qaldı 7-də 2. 131-ci sual. Bax, eyni olduğuna görə 3 vur 25 vur 135. 135 necə yaza bilərik? 9 vur 15 vur 9 kimi də. Bunu yazırıq 15 vur 9 kimi. 15 də yazırıq 3 vur 5 kimi. Bu da 5 vur 5 deməkdir. 3 dənə 5 var. Bir dənə bir 5 çıxdı. 3'ü 90 27. 20-dən də 3'ün üzərində çıxır 3. Cavabımız elədir 15. Hansı ifadənin qiyməti ən kiçikdir? Bax, x'imiz nədir? Kəsirdir. Kəsir olduğunda uşaqlar, kəsirdə uşaqlar, bu kəsir ədəd olduğundan, kəsir ədədin kökün altıların ən böyük olacaq. Bunların adı çıxdıq. Qaldı bu üçü. Şöyle fikir versəz 1x, 1x kvadratı 1x kubu. Tutaq ki 2-də 1-də, 2-də 1 kimi baxsaq, x'imiz 2-də 1, 4-də 1 və 8-də 1. Sürətləri eyni olduğundan məxrəci kiçik olan ən böyük olur da. Ən böyüyü də ən kiçik olur, tərsinə. Deməli ən kiçik olacaq x-in kubu. 130-cu sual. Uşaqlar, bax, bu eləyir 2-də 7 bölək rəqəmlər tərsinə olduğuna görə elə tərsinə vuruq. 7-də -8 vuraq m üstü
Bölmə olduğuna görə qüvvətlər çıxırır. -5 olduğuna görə üstə gələk 5. Vur n üstündə -7. Üstə gələk 8 olur da uşaqlar. 7'lər getdirir -4. M üstü -2. Vur n. Bu deyilir -4 n bölək m kvadratı. Düzmü çıxdıq? -2. Belə veriblər də uşaqlar. Belə də yazıb, belə də verə bilərlər, belə də verə bilərlər. Cavabımız C variantı. 134. Eyni tip məsələdir. Siz yazırsınız. Buna bir dənə də misal yazmışıq. Siz yazırsınız. 136. Sistemonda biri 100'e vuranda bizə verir. Onun kvadratına vuruq da verir 10. M-i -5 üstə gələk. -3'ün kvadratı verir -6. Vur n üstü 4. Vur üstə gələk 2. Yəni n kvadratı. Bərabərdir. 10 üstü -11. Vur n üstü 6. B variantı. Buraq nə? Uşaqlar bax. Buradan kökdəkiyi çıxardanda 137-ci sual. Kökdəkiyi çıxardanda qalır kökdə 5, üstə gələk 1. Buraq. Burada yenə kökdə 5'i çıxardanda qalır kökdə 2, çıxaq 1. Vur kökdə 2 plus 1. Vur kökdə 5 minus 1. Şöyle kökdə 2 kökdə 5'e vuran deyirik kökdə 10. Yine qıra baxaq. Plusu minusu. Plusu minusu. Eləyir kökdə 5 plus 1. Vur kökdə 5 minus 1. Vuraq. Kökdə 2 plus 1. Vur kökdə 2 minus 1. Bərabərdir. Kökdə 10. Vuraq. 5'dən 1 çıxan deyirik 4. Vuraq. 1. Böyle 4 kökdə 10. Qəşəng sualdır. 138-ci sual. Uşaqlar, modulda çıxardanda 1 çıxaq kökdə 5. Çıxaq modulda kökdə 5 çıxaq 2. Bərabərdir. Biri kökdə 1, biri kökdə 5. 1 5'in olduğu tərsinə çıxır. Kökdə 5 minus 1. 5 4'dən 1 olduğunca bu oldu kim çıxır? Çıxaq kökdə 5 plus 2. Minusu da olmayan minus verir plus. Getdi qaldı 1. Eyni qaydadır. Siz yazırsınız. Buna aid misal işləmişik. Siz yazırsınız. Keçdik 141-ci sual. 141-ci sualımız belədir. Bizə verilir 27, yəni 3 üstü 141. 3'ün kubu bu üstü 2'də 1. 3 üstü 2'də 1. Çıx 3 üstü -2'də 1. Bərabərdir. Bu nə deməkdir? 3 üstü 2'də 3. Vur 3 üstü 2'də 1. Çıx 3 üstü -2'də 1. Bərabərdir. Hər tərəf vursaq eləyir. Qüvvətlər əsaslar eyni olduğuna görə qüvvətlər toplanır. 1 2 üstü 4 eləyə də 2. Çıxaq. Vurma olduğuna görə qüvvətlər toplanır. Eləyir 2 3-dən 2-də çıx eləyir 3. 3 üstü 1. Belədir 9 çıxaq 3 bərabərdir 6. Qəşəng sualdır. 142-ci sual. Eyni tip məsələdir. Birini yazaq, birini evdə. Siz. 142-ci sual. Belədir. Kökdə 50 çıx kökdə 32. Uşaqlar, bunu necə yazaq? Bax, diqqətlə qulaq asın. -2-ni görürsünüz. Bunu tərsinə bir yoluq çevirək. Kökdə 50 çıx kökdə 32. Üstü 2. Müsbət kimi yazaq. Bu nə deməkdir? 2 kökdə 2. 4 vur 2 kimi yazaq. 2 kökdə 2. Bu eləyir 5 kökdə 2. Çıx 4 kökdə 2. Kvadrat bərabərdir. 2 kökdə 2 eləyir kökdə 2. Kökdə 2'lər get. Qaldı 2'nin kvadratı. Bu elədir 4. Cavabımız elədir 4. 144. A'mız verilib. B'miz verilib. Bizdən soruşur A kvadratı üstə gəlib B kvadratını.
Uşaqlar, bunu yazırıq ki, A üstə gələk B-nin mötərizə kvadratı çıxar 2AB kimi. Xüsusi müxtəsər olmaq üsullardır bunlar. Yerinə qoyanda çıx, 2 vur, kökdə 7 plus kökdə 2, vur, kökdə 7 plus minus kökdə 2. Bərabərdir. Bax uşaqlar, kökdə 2 ilə kökdə 2-lər getdi. Qaldı ki, kökdə 7-nin kvadratı. Çıx 2 vur. Müxtəsər modusunu olacaq. Yəni 7 çıxaq 2. Bərabərdir. 4 vur 7. Çıx 2 vur 5. Yəni 28 çıx 10. Bərabərdir 18. Eyni tip məsələdir. Siz yazırsınız. Keçdik 146-cı suala. 3 çıxaq kökdə 2. Vur kökdə 17 üstə gələk 12 kökdə 2. Bərabərdir. Uşaqlar, normalda düsturumuz nədir? 2 vur 2. Bax 2 vur 6 vur kökdə 3. Bax uşaqlar, diqqətlə baxsaz, altında necə yaza bilərik? 3 vur 2 kimi. Nə deməkdir uşaqlar bu? Kökün altı nə deməkdir? 3 üstə gələk 2 kökdə 2-nin mötərizə kvadratı deməkdir. Kvadratdan kök getdi. Toplam moduna görə bir yorq çıxardıram. Uşaqlar. 3 üstə gələk 2 kökdə 2. Bax, bir-birinin qoşmasıdır. 9 çıx 4 vur 2 8. Elədi 1. Eyni tip məsələdir. Siz yazırsınız. Keçdik 148-ci suala. 148-ci sualımız belədir. 5 kökdə 2 çıx 2 kökdə 3-ün kvadratı. Üstə gələk 20 kökdə 6 bərabərdir. Açsaq bizə verir 50. Üstə gələk 12 çıx. Birinci vuraq ikinci eləyir 10 kökdə 6. 2-yə vuranda 20 kökdə 6. Üstə gələk 20 kökdə 6 bərabərdir. Eləyir 62. 149. Birini yazaq, biri sizdik. Y bərabərdir 7 olarsa 3-də 2 vur y üstü 3-də 1 üstə y üstü mənfi 3-də 2 bərabərdir. Vuranda bizə verir toplayırıq deyəni 3 üstü 3 eləyir 1. Üstə gələk 3-də 2-dən mənfi 3-də 2 toplandı eləyir 0 bərabərdir. Y üstü 1 bizə verir y. Y üstü 0 bizə verdi 1'i. Y-imiz nə idi? 7 üstə 1 bərabər 8. Cavabımız elədi 8. 151-ci sual. Hər tərəfi kökdə 2-yə böləndə buran böldük. Yəni birinci olduğu kimi qalır uşaqlar. Belə yazaq da. İkincinin tərsinə vururuq. Bərabərdir. 4 kökdə 8 vur 1 bölək kökdə 2. Üstə gələk. 12 bölək kökdə 18 vur 1 bölək kökdə 2. Bərabərdir. Uşaqlar, bunu böləndə qaldı kökdə 4. 4-dən çıxır 2. Elədi 4-də 2. Üstə gələk. Bu eləyir 36. 36-dan çıxır 6. 6-da 12 bərabərdir. Bu eləyir 0,5 üstə gələk 2. Bu da elədi 2,5. Cavabımız elədi 2,5. 152-ci eyni məsələdir. Bunu siz yazırsınız. Keçdik 153-cü suala. A bərabərdir 0,5 olarsa A üstündə mənfi 3 vur A üstündə mənfi 8 bölək A üstü mənfi 9 bərabərdir. Bunu toplayanda eləyir mənfi 11 bölək A üstü mənfi 9. Bu bizə verir A üstü mənfi 2-ni. Çıxırıq da uşaqlar. Yəni, bu nə deməkdir? 2-də 1 üstü mənfi 2. Dedim mənfidən nə vardı? Tərsinə yazırdıq. Müsbət çevirdik. O deyir 4. Cavabımız elədi 4. Eyni dərəcə olduğuna görə, qoşma olduğuna görə vurduq. 3-cü dərəcədən eləyir 144 çıx
16 5'e vuranda 80. Eləyir 64. Buna çıxır 4. Cavabımız elədi 4. 155. 9'un kubu eləyir 729. 729 nəyin kvadratıdır? 27'nin. Eləyir 27 çıxaq. Yəni belə yazır. Bax uşaqlar. Ardınca tapdıq onu. Misal yazaq 155. Kök altı 9'un kubu çıx 2 kök altı mənfi 3 üstü 4 bərabərdir. Uşaqlar bax fikir versəniz bu nə deməkdir? 3'ün kvadratının kubu. Çıx 2 vur. Bu da mənfi 3'ün kvadratın kvadrat kimi baxsaq bərabərdir. Uşaqlar bunları yeniləşə bilərik də. 3 kubu üstü 2 yazsaq bunu da yazırıq ki, mənfi 3'ün kvadratı ilə 9. 9'un kvadratı bərabərdir. Bax uşaqlar, 3'ün kubu nə eləyir? 27. Kvadratlar getdi, qaldı 3'ün kubu. Qaldı 27. Çıx. 2 vur, kvadratın kök getdi, vur 9. Bərabərdir 9'a. Bu elədir 18. 20'dən 18 çıxanda qaldı 9. 156. Bu bizə verir 89 2 vur 4'də 7 üstə gələk 5'in kvadratı edir 25 vuraq 0,8 kvadratdan kök getdi bərabərdir 1 edir 2'də 7 üstə gələk 25'i 8'ə vuranda elədi 200 200 ona böləndə 20 23 tam onda 5. Cevabımız elədi 23 tam onda 5. 9 vur 8 tam onda 1. Çıx 2'də 9. Bu eləyir 72 tam onda 9. Çıxaq 4 tam onda 5. Bərabərdir 68 tam onda 5. Qəşəng sualdır. 158. İfadəsinin qiymətini tapın deyir. Bu eləyir 9 tutacaq kökdə 77. 158-ci sual. Bunu da kvadrat üstədən də 11 üstə gələk 7 üstə gələk 2 kökdə 77. 9 üstə gələk kökdə 77. Bu eləyir 18 üstə gələk 2 kökdə 77. Məxrəcdən 2 ortaq vur çıxardanda qalır 9 üstə gələk kökdə 77. Sürətdə qaldı 7. Bunlar getdi qaldı 2'də 1. Bu da bərabər 0,5. Diğer ədədin tərsi ilə ilgili bərabərlərin hasilini tapın. Şöyle bunun tərsi nə deməkdir? 1 bölək kökdə 5 plus 2. Bu deyir kökdə 5 minus 2 5 çıxaq 2 4 kvadrat eldə uşaqlar. Elədir kökdə 5 minus 2. Tərsi nə oldu? Kökdə 5 minus 2. Kökdə 5 minus 2'ni vururuq kökdə 20 plus 4'ə. Bərabərdir. Uşaqlar. Bunu olduğu kimi sağlasaq, bunu eləyir 2 kökdə 5 plus 4 kimi yazsaq, buradan 2'nin ortaq vuru çıxarsaq, qalır 2, kökdə 5 minus 2. Bu nə deməkdir? Qoşması. 2 vur, qoşma olduğuna görə, yəni 5 çıxaq 4. 2 vur 1, bərabərdir 2'yə. 2'ni tapdıq, buna tapdıq 2'ni. Eyni məsələdir. Siz yazırsınız. Bax tərsinə veriblər. Burada plusunu veriblər, burada minusunu veriblər. 161-ci sual. Bu nədir? 5'in kubunun kvadratı. Eləyir 125 üstə gələk. Bu nədir? Mənfi 3'ün kubunun kvadratı kimi baxsaq.
Mənfi 27. Modulda mənfi 27 eləyir, müsbət 27. 5 vur, müsbət 27. 125 üstə gələk 135. Bu da bizə verir 260'ı. Eyni qaydadır. Bunu siz yazırsınız. Buna ait bir misal yazmışdıq. Bunu da siz yazırsınız. Bunu açırsınız, koda sürətsiniz. Buna ixtisar gedir. İfadəsinin qiymətini tapın. Uşaqlar, bax. 2 vur 2 kökdə 3. Birincinin ikinci asının kimisi. Yəni 2 üstəcək kökdə 3'ün nə idi? Mörtəzə kvadratı. Yəni bu nə deməkdir? Kök altında 2 plus kökdə 3'ün mörtəzə kvadratı. Çıx. Modulda kimi çıxarsaq. Modun xəzəsi nə idi? Modda həmişə müsbət çıxır. Bu müsbət deyənə buna işimiz yoxdur. Keçdik buna. 2'nin kvadratı eləyir 4. 4 3'dən böyük olduğuna görə bu da olduğu kimi çıxır. Amma burada mənfi var deyənə çıxaq kökdə eləyir müsbət kökdə 3. 2'lər getdi, qaldı 2 kökdə 3. Şöyle toplama deyim, mən də çıxma yazmışam bura. Bu toplamadır. Üstə gələk. Çıxaq 2 kökdə 3. Bax, mənfi müsbət getdi, qaldı 4. Cavabımız eləyir 4. Böləndə eləyir 200 2'yə böləndə elədi 100. Ona çıxır 10. 18 2'yə böləndə 9. Ona çıxır 3. 242'ni 2'yə böləndə bizə düşür 121. Ondan çıxır 11. 13'dən də 11 çıxanda elədi 2. 166. Bax şöyle 4-cü dərəcədən olduğundan 36 çıxaq 20 qalır. 4-cü dərəcədən 16. Bu da eləyir 2. Şöyle bax 167-ci sual belədir. 3-cü dərəcədən 11 çıx 9 vur 11 üstə gələk 9. Sürət məxrəcdə yazırıq ki 13 çıx 12 13 üstə gələk 12 bərabərdir. 3-cü dərəcədən sürətdə qalır 2 vur 20. Bu nə eləyir? 1 vur 25. 25'ten çıxır 5. 25'e böləndə 4. 4'ü 2'ye vuranda 8. Üstündə 8. Bundan çıxdı 2. Cavabımız elədi 2. Eyni tip məsələdir. Siz yazırsınız. Keçdik 169'cu sual. 169'cu sualımız belədir. Şöyle bu bizə verir 14 üstəcək 6-cı dərəcədən kökdə 5. Şöyle mənfi olduğuna görə bu nə deməkdir? Bəxtlə yazmışdıq. A üstündə mənfi nə deməkdir? 1 bölü A üstəyin. Bunu 1 bölü A üstəyində qalxır sürətdə. Yəni 3 çıxaq kökdə 5'in nə idi? Kvadratı. Bu da bərabərdir. 14 üstəcək 6 kökdə 5 vur. Bunu da açanda eləyir 9 üstəcək 5 çıx 6 kökdə 5. Bu elədir 14. Eyni olduğuna görə plus minus qoşması olduğuna görə eləyir 196 çıx 36 vur 5 kimi. Bu deyir 196 çıx 180. Bu da bərabərdir neçə? 16'ya. Cavabımız elədir 16. Eyni tip məsələdir. Siz yazırsınız. Keçdik 171-ci sual. 171-ci sualımız belədir. Y bərabərdir mənfi 3-cü dərəcədən kökdə 5 olarsa ifadəsinin qiymətini tapın. Uşaqlar, bax bu nəyin açılışıdır? Fikir versiniz nəyin açılışıdır? Y üstü 6'nın üstə gələk 8A kubunun çıx 8A kubu. A kublar getdi, qaldı y üstü 6. Bu da mənfi kökdə 5 üstü 6 yazsaq. Mənfi ədədin cüt dərəcəsi ilə müsbət. Elədi 3-cü dərəcədən kökdə 5 üstü 6. Bu da bərabərdir.
Üçüncü dərəcədən 5 üstü 6 deməkdir. Bu da nə deməkdir? 5-in kvadratının kubu kimi. Kublar gedir, qalır 5-in kvadratı. Elədi 25. Cavabımız elədi 25. 173-cü sualda eyni tip məsələdir. Bunu siz yazırsınız. 173. İfadəsinin qiymətini tapın. Uşaqlar, bunu orta məxrəcə gətirsək, elə kökdə 24. Bu eləyir kökdə 6, çıx kökdə 24. Üstə gələk. 2 kökdə 6, kökdə 24-ü kökdə 6-ya bölündə 4, ondan çıxır 2. 2 kökdə 6, üstə gələk 2 kökdə 24. Bu da bərabərdir. Ne eləyir bu? Bax, eləyir 3 kökdə 6, üstə gələk kökdə 24. Bölək kökdə 24 bərabərdir. Şöyle 3 kökdə 6, üstə gələk bu eləyir 2 kökdə 6, bu da elədi 2 kökdə 6. Bax, fikir versəniz, bu bizə verir 5 kökdə 6-nı, məxrəc verir 2 kökdə 6-nı. Kökdə 6-lar getdi, qaldı 2-də 5. Bu bizə verir 2,5. Cavabımız elədi 2,5. Şöyle 174-cü sual belədir. X çıxaq 13-ün kvadratı. Üstə gələk. Kökdə kvadrat bərabər. Şöyle bunu modda yazsaq bərabərdir. Bax uşaqlar, ədədimiz nədir? 4-dən böyük, 10-dan kiçik. Bu nə deməkdir? 13-dən çıxıb. Nə versək, 5 versək, 6 versək, bu mənfi edir. Demək, bunu çıxardırıq tərsinə. 10 çıxaq x kimi. Üstə gələk. X-ə 5-dən böyükdə 4 də verir. 4-dən 2-yə çıxanda həmişə müsbət edir. Bu olduğu kimi. X çıxaq 2. X-lər mənfi müsbət deyinə getdi, qaldı. 13-dən 2 çıxanda qalır 11. Cavabımız elədi 11. 175-ci sual. 175-ci sualımız bizədir. A böyükdür 2 olduqda. Şöyle A böyükdür 2 olduqda bu eləyir mənfi. Mənfi elədiyinə görə bunu tərsinə yazsaq, A kvadratı çıx A. Kök altında uşaqlar. Bax, A-nın kubu ortaq vuru çıxarsaq, qalır A kvadratı. Üstə gələk. 4 çıx A 4A bərabər. Bax, A kvadratı 2 çıxaq A vuraq kök altında. Uşaqlar, bax, diqqətlə baxsaz eləyir A kubu. Bu nə deməkdir? A minus 2-nin kvadrat deməkdir uşaqlar, bərabərdir. A kvadratı 2 minus A vuraq modulda A minus 2, modulda A vur kök altında A. Nədir? Kök altında A bərabərdir. Bax uşaqlar, diqqətlə baxsanız, bizim şərtimiz nə idi? A böyükdür 2-dən. 2-dən böyük olanda bu eləyir müsbət. Müsbət çıxarsaq, bu A-2 kimi çıxsa, qalır modulda. Bu nədir? Müsbət. Buradan da A çıxır. Vuraq kök altında A bərabərdir. Uşaqlar, bax, A-2-dir, 2-A'dır. Bunlar gedəndə qavarına qalır mənfi. A kvadratından da A getdi, birdən qaldı A. A bölək kökdə A. Hər tərəfdə kökdə 6-ya vursaq, eləyir A kökdə A. Qavarında mənfi var da. Bölək A. A'lar getdi, qaldı mənfi kökdə A. Cavabımız eləyir mənfi kökdə A. 176-cı sual. 176-cı sual eyni qaydadır. Bax, eyni tip məsələdir. Eləyir A bölək 2 minus A. Sürətdə eləyir 2 minus A-nın mörtəzə kvadratı bölək A kvadratı bərabərdir. A bölək 2 minus A. A böyük 2 olduqda modulda 2 minus A kimi çıxarsaq, bu edir modulda A bərabərdir. A bölək 2 minus A vur. Böyük olduğuna görə 2-dən bu tərsinə çıxır.
A minus 2 kimi çıxır. Bu A kimi çıxır. Alar getdi. Eyni oldu. Bir neçə əksi deyinə qalır -1. Cavabımız elədir -1. Qurtardı. Uşaqlar, kanalıma abunə olmağı unutmayın. Bəyənməyi və like qoymağı unutmayın. Onlayn dərslərimizə qoşulmaq üçün 099 314 03 12 nömrəsində əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın.